Hər il yay mövsümü ərəfəsində turizm sektorunda canlanma müşahidə olunur. Səyahət etmək istəyənlərin əksəriyyəti tur paketləri əvvəlcədən əldə edirlər. Təcrübələr onu göstərir ki, ən ucuz tur paketi bəzən baha başa gələ bilər. Çünki bu cür tur paketlərə xidmətlər daxil olmur. Nəticədə əlavə xərclər ortaya çıxır. Balanslı və şəffaf qiymət siyasəti olan tur paketlər həm rahatlıq, həm keyfiyyət baxımından daha sərfəlidir. Məsələn, hazırda 5 gecə 6 günlük tur paketlərinin qiyməti Antalya'ya 450, Bodrum və Şarm El-Şeyxə 550, Dubaya isə $299 təşkil edir. İnsanlar daha çox dediyim kimi yay ərzində, yay tətilləri ərzində daha çox all-inclusive qidalanma istəyirlər, yəni hər şey daxil. Bu da daha çox Şarm El-Şeyx otellərində, Türkiyə otellərində və eyni zamanda bu il üçün populyar olan birbaşa reysin açılması nəzərdə tutulan Yunanistan istiqamətində Kret adalarına da rezervasiyalar başlayıb. İnsanlar bu istiqamətdə tələbatı yüksək hal-hazırda və buradan insanlara tövsiyə edərdim ki, öncədən, deməli, viza məsələləri üçün Yunanistan istiqamətində Avropa istiqamətində turlar istəyirlərsə, öncədən turlarını rezervasiya etsinlər. Tur paketlər seçərkən mütləq bir neçə nüansa diqqət etmək lazımdır. Bunlar uçuş saatlarına uyğun otelin yerləşməsi, hava limanı transferləri, sığorta xidmətləri, yemək planı, əgər qrup turudursa yaxşı təşkil edilən ekskursiyalardır. Turizm eksperti Ceyhun Aşurov sosial şəbəkə üzərindən əldə olunan tur paketlərin etibarlılığı məsələsindən danışıb. Çünki bunu daha ucuz qiymətlər təqdim eləyərək kəskin qiymət fərqi olduqda insanlar tanımadıqları şəkildə oradan kart məlumatları istənilir və yaxud da karta hansısa bir müəyyən miqdarda bir pulun köçürülməsi istənilir. Bu halda da təəssüflər olsun ki, bəzən aldatma hallarına da rast gələ bilirik. Tövsiyə hər zaman odur ki, xüsusən qiymətlər əldə etmək üçün tur paketlər haqqında bir neçə mənbədən bu eyni turun qiymətini öyrənmək mümkündür. Qiymətlərdə kəskin fərq olduqda isə dəqiqləşdirmək lazımdır. Səyahətçilər çalışmalıdırlar ki, tanınmış və etibarlı turizm şirkətləri üzərindən səyahətlərini həyata keçirsinlər. Qeyd eləyək ki, vətəndaşlar arasında səyahətlərə tələbat ən çox avqust ayına olur.